şikayətdə biz iddia müddətlərinə baxaq. Ümumiyyətlə bu iddia müddətləri çox önəmli məsələdir. Yəni işə götürən üçün də, həm də işçi üçün də. Mən Ali Məhkəmənin qərarlarını kifayət qədər oxuyuram, yəni olan tanış oluram. Biz saytlarımızda da imkan əsasında bununla bağlı veririk. Əksər fərdi əmək mübahisələrində məlum olur ki, iddia müddəti örtülür. İddia müddəti nədir? Gəlin ona aydınlıq gətirək. Fərdi əmək mübahisələrinə baxan orqana 3 ay ərzində biz müraciət edə bilərik. Məhkəməyə də müraciət edə bilərik. Əgər biz fərdi əmək mübahisəsinə baxan orqana müraciət etmişiksə, həmən dövrdən bir təqvim ayı ərzində müraciət edə bilərik. Amma pul və digər əmək tələbidirsə, onu 1 il ərzində müraciət edə bilərik. Gəlin, indi bunu mən misallarla izah edeyim, siz daha rahat olsun. Məsələn, mənim əmək müqaviləmə xitam verilib, 70-ci C.Si ilə işdən azad olunmuşam. Mən bu zaman, fərz edək ki, mənim əmək müqaviləmə bugün 14 iyunda xitam verilib, mənə əmək kitabçası da verilib, məlumat da verilib, xitam əmrinə də qol çəkmişəm və mən işdən çıxmışam. İşdən çıxmışam, sonra mən getdim, mənə kimsə dedi ki, bəs 70-ci C.Si ilə çıxmaq sənə problem yarada bilər və mən istəyirəm ki, müraciət edəm. Mən 14 iyunda məndə xitam olubsa, mən artıq gedib 1 avqustda şikayət edirəmsə, mən artıq onu ötürürəm. Bu zaman məhkəmə sizin iddia ərizənizi qəbul edəcək, yəni mediasiya onu qəbul edəcək. Amma məhkəmə də qarşı tərəf, yəni işə götürən, cavabdeh tərəf iddia qaldısa ki, bilirsinizdir, bu artıq bu şəxs iddia müddətini ötürüb. İddia müddətini ötürübsə, bəli, məhkəmə qərardat çıxardır və orada qərardatda qeyd edir ki, iddia müddəti ötdüyünə görə bu məhkəməyə baxa bilməz. Ola bilər ki, mən avqustda müraciət etmişəm, amma qarşı tərəf buna diqqət yetirmir ki, mən 1 ayı ötürmüşəm, yəni təqvim ayını ötürmüşəm. Məndə də fərdi əmək mübahisəsinə baxan orqan yoxdur, mən 1 ayı ötürmüşəm, amma müraciət eləmişəm. Əgər cavabdeh burada iddia qaldırmasa ki, mən vaxtı getmirəm, onda məhkəmə ona baxa bilər və qərar da çıxarda bilər və qərarda da çıxarda bilər ki, bu adam hüquqları pozulub, işə bərpa olunsun.